Bugün bir izleyicimiz heyecanlı şekilde zəng edib bildirdi ki, onun kompüterində problem yaranıb, kompüteri toka taxandan sonra kompüter bir neçə saniyə işləyəndən sonra sönür. Yəni müəyyən müddət keçəndə yenə taxır, yenə sönür. Burada nə ola bilər? Əslində mən bu kompüteri görməmişəm, dəqiq heç nə deyə bilmərəm. Sadəcə çox güman ki, yəni praktika müəssisəsində burada kompüterin prosesorunun qızması səbəb ola bilər. Yəni kompüterin prosesində saniyələrlə, milyonlarla əməliyyat gedir və tez bir zamanda qızır o. Onun üzərində bir sərinkeş yerləşdiririk. Bu sərinkeş onu soyutmalıdır. Əgər sərinkeş onu doğru düzgün soyuda bilmirsə, deməli kompüterin prosesorunda problem var və qızır və kompüter sönür. Burada ya o sərinkeş işləmir, ya o sərinkeşin aralığına çoxlu toz qonub, ya da ki prosesorla sərinkeş arasında olan təbəqə biz termopasta deyirik, termopasta quruyub. Baxın bu forma termopastanı bax yaxırıb ortasından bu formada. Sonra onun üzərində bax şüşə kimi belə düz bir şey qoyuruq ki, tam bütün təbəqə boyunca, bütün prosesor boyunca eyni səviyyədə yayılsın. Deməli, bunu tam saxlayandan sonra həmin şüşəni qaldırırıq. Bu dəqiqə işləyəcəkdir. Bundan sonra deməli və yaxud da ikinci variant bu formada. Yəni onun düzgün olmayan formaları da var. Bəzən səhvən, indi onu da göstərəcəm. Bəzən səhvən termopasta ilə vururlar ki, yəni o da ki işləmək üçün yaxşı olmamalı, biraz da pis olur. Baxın, bu forma çarpaz formada vurdu və aralıqda da bir neçə nöqtə qoyandan sonra yenə bax şüşə ilə biz onu təbəqə ilə onu sıxdı, eyni formada bütün prosesor boyunca yayılır və bu da kompüterin normal işləməsinə şərait yaradır. Kompüter qızmır. Deməli, səhv olan variantı da göstərim sizə. Səhv bəzən doğru olmayan variantlar doğru ki, hansı ki o prosesor bax bu formada ancaq qıraqlarına vururlar. Bundan sonra şüşə təbəqəni nə qədər sıxsaq da, baxın, şüşəni nə qədər sıxsaq da, baxın görürsünüzmü? Eyni formada paylaşmır və müəyyən qədər boşluqlar dayanır. Və yaxud da ki, deməli, həmin termopasta biz həddindən artıq çox vururuq ki, təbəqə daha qalın olsun, daha yaxşı olacaq. Yox, bu da yaxşı olmaq əvəzində biraz da pis olur. Ona görə də çalışın normal formada istifadə edin ki, kompüterimiz normal işləsin.